Bugün Ramazan ayının birinci günüdür. Hər birinizi Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirəm və Allahdan hər birinizdə can sağlığı, uzun ömür, süfrənizə ruzi bərəkət arzu edirəm. Sizi Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirəm. Yenə Ramazan gəldi. Yenə imsakda oyanıb sahur edəcəyik və yenə iftarda orucumuzu açacağıq. Yenə Allah rizası üçün, Allahın razılığı üçün saatlarla oruç tutacaq və mən bu münasibətlə hər birinizi təbrik edirəm. İmam Sadiq belə buyurmuşdur. Allah deyir ki, bu ay mənim öz ayımdır, Ramazan ayı mənim ayımdır və bu ay oruç tutanlara şəxsən mən özüm mükafat verəcəm. Ona görə də bu ay oruç tutmağa çalışaq. Allah bütün ibadətlərinizi, tutduğunuz oruçları və qıldığınız namazları qəbul eləsin. Artıq gəldi Ramazan. Qoyun verilsin azan. Qoy bu ay dinə gəlsin, din yolundan azan. Artıq gəldi Ramazan. Bu ayda zəncirlənər şeytan. Azdıra bilməz insanları yoldan. Bunu dedi Qur'anı yazan. Ramazanda nazil oldu Qur'an. Artıq gəldi Ramazan. Artıq gəldi Ramazan. Sən nənəm ey oruç tutmayan. Sən də bu ay oruç tut. Sən də bu ay oruç tut. Ol imanlı, pak bir insan. Bu ayda oruç tutar cümlə müsəlman. Bu ayda oruç tutar cümlə müsəlman. Hər birinizi bir daha Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirəm. Sağ olun. Allah amanında qalın.